Salam aleykum qardaşlar. Deməli yanımıza 2013-cü ilin Elantras yaxınlaşıb 1.8 mühərrik. Avtomobildə boğulma, dartınma, yanacaq sərfiyyatı çoxalma. Bunun da bir nömrəli səbəbi gördüyünüz kimi zaslonkanın vəziyyətinə baxın. Heç olmasa 15 mindən bir bunu yuduzdursanız bu cür problemlər baş verməz yanacaq artımı. Farsunkaları inşallah ideal şəkildə yolacaq. Farsunkanın sannikləri də dəyişiləcək, hava çəkir. İdeal şəkildə zaslonkada adaptasiya olunmuş müştəriyə təhvil veriləcək. Şuraya sen farklı koyuyorsun ha. Arkadaşlar ideal şəkildə yoldu. Qardaşlar avtomobil hazırdır. Qardaş fərq var. Var ha, çekim. Sizin də avtomobilinizdə bu cür problemlər varsa bizə müraciət edə bilərsiniz.